Usikum və nəfsi bi təqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə günündə edilən bütün ibadət, oxunan bütün duaları qəbul etsin inşallah. Allah-u Teala'nın Əsmaül Hüsnada Əl-Qəni ismi barəsində danışırdıq və Əl-Qəni dedik ki, çox zəngin olan və çox ehtiyatsız, mütləq zəngin və mütləq ehtiyatsız Allah Teala'dır. Və bu isimdən qaynaqlanan bütün mənada olan, bütün mövzularda olan Əl-Qəni ismi barəsində İnşallah danışacaqdıq və keçən cümə günündə biz danışdıq mənəvi zənginlikdən. Misal olaraq Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin mənəvi zənginliyindən nümunələr göstərdik və dedik ki, insanlar içərisində elə ən üstün zənginlik də mənəvi zənginlikdir. Çünki bir sıra zənginliklər insanlardan gedir, amma mənəvi zənginlik budur ki, insan dünyada yaşadıqca, dünyada qaldıqca elə o mənəvi zənginlik də onunla birlikdədir. O cümlədən Allah-u Teala Quran-ı Kərimdə buyurur, Bəqərə surəsinin 268-ci ayəsində Allah Teala bəndələri mənəvi zənginliyə tərəf çağırır. Bizim Allah Teala'ya iman etməyimiz bu özü bir zənginlikdir, bu özü bir sərmayədir, bu özü bir mal-dövlətdir, bir sərvətdir Allah Teala tərəfindən ki, bəzi rəvayətlərdə biz buna şahid oluruq. Şeytanın da vədləri var, şeytan da insana müəyyən vədlər verir. Allah Teala buyurur ki, Əş-şeytanu yəidukumul fəqr. Şeytan sizə vədə verir fəqirliklə. Şeytan sizi qorxudur fəqirliklə. Şeytanın vədəsi budur. Və yəmurukum bil fəhşa. Şeytan sizə pislikləri təklif edir. Bu ayəni iki mənada izah eləmək olar. Bir mənada budur ki, şeytan bir nəfər insan kasıba əl tutmaq, səxavət göstərmək istəyir. Şeytan deyir, bunu eləsən kasıblayarsan. Bu şeytanın fəsvəsəsi olar insana. Bir mənəvi fəqirlik budur ki, insana pislikləri öyrədər, insanda olan o gözəl xüsusiyyətlər aradan gedər. Həsəd, paxıllıq və buna bənzər xislətlər insanda həkk olar. Bu şeytanın insana vəd etdiyi elə fəqirlikdir. Və Allah Teala nə vəd edir insana? Vallahu yaidukum məğfirə. Allah sizə vəd verir bağışlamağı. Allah Teala sizə vəd verir məğfirəti. Məğfirətən minhu və fəzlən vallahu vasiun əlim. Allah Teala sizə fəzilət, üstünlük bəxş edir. Və Allah Teala hər şeyi biləndir və geniş rəhmət sahibidir. Əlbəttə, biz fəqirlik barəsində danışdığımız zaman bilirik ki, bu fəqirlik içərisində ən pis fəqirlik mənəvi fəqirlikdir. Ən pis fəqirlik, ən pis yoxsulluq, ən pis kasıbçılıq mənəvi kasıbçılıqdır. Əgər bir nəfərin mənəvi yoxsulluğu varsa, o maddi cəhətdən nə qədər imkanata malik olmasından asılı olmayaraq elə o fəqirdir. Elə o fəqirdir. Bəzən fəqirləri biz tanıya bilmirik. Məsələn, Ramazan ayının axırlarında biz danışdıq bu barədə fitr bayramı ərəfəsində ki, ehtiyaclı olan müsəlmanlara fitrə zəkatının verilməsi barəsində və hətta biz orada tövsiyələr elədik ki, mümkündür adam müsəlman deyil, kasıb adamdır, ondan sonra ehtiyaclı insandır. Ramazan bayramında fitrə zəkatı ona düşməsə belə, elə o insanlara da köməklik etmək, yardım göstərmək insanlıqdan irəli gələn bir əməl olar. Və o cümlədən dinimizdə də var bu. Allah Teala Quran-ı Kərimdə müəllifətil qulub buyurur. İnsanların qəlbini almaq, yəni yaxşılıq etməklə insanları dini sevdirmək. Yəni bizim öhdəmizə düşən
məsələlərdən, vəzifələrdən biri də elə budur. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, sözlə insanları az getirə bilərsiniz, dinə az getirə bilərsiniz. Yəni, sözlə kimisə çağırasınız, ay filan kəs namaz qılginan, oruc tutginan, cümə günü məscidə gəlginən, cümə namazı qılginan. Sözlə bu az alınan bir şeydir. Olar insan hidayət olsun sözlə, mən demirəm mümkün deyil. Bəzi insanlar elə bu sözü gözləyirlər ki, ona dəvət etsinlər, o da gəlsin. Bəzi insanlar elə bu dəvəti gözləyirlər. Sadəcə özlərində bu hissi cəm edə bilmirlər, toplaya bilmirlər. Amma əməli surətdə insanları dinə dəvət etmək, əməli surətdə, yəni insan xoş rəftarı ilə, gözəl rəftarı ilə, gözəl davranışı ilə insanları dinə dəvət etmək, bu çox tövsiyə olunandır və Quran-ı Kərim buna müəllifətil qulub deyir, yəni insanların qəlbini almaq İslam dini ilə. Hər halda bu məsələlər barəsində danışdığımız zaman biz çox tövsiyə edirik ki, o insanlar ki, o kasıblar ki var, o ehtiyaclı insanlar ki var, ehtiyac içərisindədir, amma öz ehtiyacını dilə getirmir. Bu, həmin ayəni oxuyacağım sizin üçün. Allah Teala buyurur ki, o kasıbları tapın, o ehtiyaclıları tapın. Kimlər də olar? Allah Teala buyurur ki, lil-fuqara'illezina uhsiru fi sabilillah. O kəslər ki, Allah yolunda öz həyatını bu cürünə sərf eləyiblər ki, la yesteti'una darban fil ard. Heç bir qazanc əldə edə bilmirlər. Onların heç bir maddi köməklikləri yoxdur. La yesteti'una darban fil ard. Yəhsəbuhumul cahilu əğniyə min taaffuf. Bir bilməyənlər, buradakı ayədə olan cahillərdən məqsəd budur ki, bilməyənlər hesab edirlər ki, bu adamın ehtiyacı var, bu adamın pulu var. Yəni, bu adam kasıb olmasına baxmayaraq, ehtiyaclı olmasına baxmayaraq, cəmaatın içərisində Allah Teala buyurur ki, minə taaffuf, öz həyasından, özünü cəmaatın içərisində ehtiyaclı göstərmir və heç kəsə də əl açıb Allah Teala buyurur ki, minə taaffuf, ta'rifuhum bisiməhum. Onları üzlərindən tanıyarsınız. Allah Teala buyurur. O kasıbları, o fəqirləri üzlərindən tanıyarsınız ki, onlar kasıbdılar, amma dil açıb, əl açıb heç kəsdən heç nə istəmirlər. La yes'alunən nəsə ilhafə. İnsanlara əl açıb onlardan heç nə istəmirlər. Və mən bu ayəni nə üçün misal olaraq göstərdim? Maddi cəhətdən ehtiyacı var. Maddi cəhətdən fəqirdir, kasıbdır, mənəvi cəhətdən çox zəngindir bu insanlar. Mənəvi cəhətdən çox zəngindir. Bu baxımdan ki, həyaları imkan vermir onlara ki, əl açıb kimdənsə, nəsə istəsinlər və Allah Teala buyurur ki, bəli, o insanları tapın. وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللّٰهَ بِهِ əlim. Siz hər nə Allah yolunda verirsiniz, xeyr eləyirsiniz. فَإِنَّ اللّٰهَ بِهِ əlim. Həqiqətən Allah Teala onları biləndir. Bəs bu həmin zənginlik barəsində biz danışdıq. Mənəvi zənginlik və mənəvi yoxsulluq barəsində danışdığımız zaman, mənəvi fəqirlik barəsində danışdığımız zaman, İmam Əli əleyhissalamın çox gözəl bir kəlamı var. İmam Əli əleyhissalam buyurur ki, bəzi zəngin insanlar, maddi cəhətdən zəngin insanlar, mənəvi cəhətdən çox kasıbdılar. Yəni, onların bəzən danışıq qabiliyyətlərindən fikir versəz, görərsiniz ki, danışıqları da elə onların mənəviyyatının yoxsulluğundan xəbər verir. O cümlədən İmam Əli əleyhissalam buyurur ki, şəhihun qəni, əfqəru min fəqirin səxi. İmam buyurur ki, o imkanı olub, paxıl olan, xəsis olan adamlar ki var, onlar daha ehtiyaclıdır, daha fəqirlidir, fəqir kasıblardan, fəqir səxavətli olanlardan. Fəqir də amma əli açıqdır, kasıbdır amma əli açıqdır, özünə düşən payı cəmaatla bölür, paylaşır. Bu cür insanlar
daha səxavətlidir o həmin zənginlərdən. İmam Əli əleyhissalam bu cür buyurur. Quran-ı Kərimdə surələrdən biri Leyl surəsidir. Leyl yəni gecə deməkdir. Bu surə barəsində biz bir dəfə geniş şəkildə danışarıq. Həmin surədə Allah Taala bir məsələ barəsində buyurur. Bildiyimiz kimi bəzi ayələrin nazil olma səbəbləri var. Şə'n-i nüzulu var, səbəb-i nüzulu var, nazil olma səbəbi var. Yaxud kimin barəsində nazil olub, onun barəsində qeyd olunur. O cümlədən qeyd eləyirlər ki, Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin zamanında bir imkanlı şəxs vardı ki, bunun qonşusu kasıb idi. Peyğəmbərin zamanında bilirik ki, belə hallar yaşandığı zaman Peyğəmbər bir ibrətlə, bir hikmətlə bu məsələləri aradan qaldırmağa çalışırdı. Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin İslam dinində təbliğ etdiyi mövzulardan biri bu idi ki, bütün müsəlmanlar bərabərdir. Ərəb, qeyri-ərəb, maddi cəhətdən üstün olan, yaxud mənəvi cəhətdən, bütün insanlar, hamısı bərabər insanlardır. Peyğəmbər insanlar arasında bunu təbliğ edirdi. Və hətta Peyğəmbərin zamanında belə bir hal yaşanardısa, dərhal bu məsələni Peyğəmbər aradan qaldırardı. Hətta rəvayətlərdə qeyd olunur ki, bir nəfər imkanlı şəxsin yanına kasıb bir şəxs əyləşir və bu həmin imkanlı şəxs öz əbasını çəkir ki, bu kasıba deyməsin. Bəli, Peyğəmbər bu həmin hadisəni, bu həmin səhnəni görür. Peyğəmbərimiz buyurur həmin o varlı şəxsə ki, qorxdun sənin imkanından o kasıba keçər, ya onun kasıblığından, fəqirliyindən sənə keçər. O həmin şəxs üzr istədiyi zaman Peyğəmbər buyurdu ki, mənə bir şey eləmədin, məndən üzr istəmə, yanındakindən üzr istəginə. Bu həmin şəxs dedi ki, Peyğəmbər, mən istəyirəm öz mal dövlətimi bu həmin şəxslə bölüm, bu kasıbla bölüm. Peyğəmbər buyurdu ki, soruş gör, razıdır ya yox. Soruşduğu zaman o həmin kasıb nə deyir? Deyir, yox, razı deyiləm. Nə üçün razı deyilsən? Deyir, çünki bir zaman olar ki, mənim də yanımda kasıb əyləşəndə mən də öz əbamı çəkərəm. Yəni, bu imkanın çoxluğu buna səbəb olar. Bəli, Peyğəmbərin yanına bu həmin kasıb bir xurma bağları olan, xurma ağacları olan bir şəxsin yanında kasıb bir qonşusu olur. Kasıb qonşu şikayət eləyir Peyğəmbərə öz imkanlı qonşusundan. Nədən şikayət eləyir? Deyir ki, Peyğəmbər, onun xurma ağacı bizim həyətə düşür. O həmin xurmadan uşaqlar yeyir. Nəinki o ağacdan dərilən xurmanı, hətta uşaqların ağzında olan xurmanı da ağzından çıxartır. Peyğəmbərə bu həmin şəxsdən şikayət etdikləri zaman Həzreti Peyğəmbər həmin o imkanlı şəxsin yanına yollanır. Peyğəmbərimiz buyurur həmin şəxsə ki, o xurma ağacını mən səndən almaq istəyirəm. Deyir, Peyğəmbər, mən o xurma ağacını satmıram. Peyğəmbər buyurur ki, o xurma ağacının müqabilində mən sənə söz verirəm ki, sənə cənnətdə, behişdə bir xurma ağacı verəcəm. Deyir, yox, Peyğəmbər, mən bu xurma ağacını satmıram. Peyğəmbər nə qədər bu adamın dilə tutmasına baxmayaraq, bu adam öz fikrində qalır ki, mən bu ağacı satmıram. Müsəlmanlar içərisində rəvayətdə qeyd olunur ki, Əbu Dəhdah adında bir mömin şəxs, səhabə var idi. Peyğəmbəri sevənlərdən idi, çox imanlı şəxslərdən biri idi. Eşidir bu əhvalatı, deyir, Peyğəmbər, o xurma ağacını mən alsam, o həmin behişdə olan xurma ağacı mənə də aiddir ya yox? Peyğəmbərimiz buyurur ki, bəli. Bu həmin Əbu Dəhdah yollanır bu xurma ağacının sahibinin yanına. Deyir, bu xurma ağacını mən alıram. Dedi, yox, mən bunu satmıram. Dedi, sən qiymətini deyinə, mən bu ağacı alıram. Dedi, nə danışırsan, bu ağacı Peyğəmbər istəyib, mən satmamışam. Peyğəmbər bu ağacı behişdə bir dənə ağac deyib.
mən bu ağacı satmamışam. Dedi, hər şeyin bir qiyməti var, sən bu ağacın qiymətini deyinə. Dedi, bu ağacın qiyməti 40 xurma ağacıdır. Bir xurma ağacının qiyməti 40 xurma ağacıdır. Dedi, axı sən çox deyirsən buna. Olmaz axı buna. Dedi, istəyirsən al, istəyirsən alma ki, mən bu ağacı bu qiymətə satıram. O həmin şəxs alır bu xurma ağacını. Alır və Peyğəmbərin yanına gəlir və Peyğəmbərə buyurur ki, ey Allahın Rəsulü, mən bu xurma ağacını aldım və bunu sizə bağışladım. O xurma ağacından həmin kasıblar nə qədər istəsələr, istifadə edə bilərlər. Və elə o səbəbdən də Quran-ı Kərimin bu ayəsi müfəssirlər qeyd edirlər ki, nazil oldu. Allah Teala buyurur ki, فَأَمَّا مَنْ عَاتَ وَاتَّقَى Hər kəs əta etdi, Allah yolunda verdi və təqvalı oldu. وَصَدَّقَ بِالْحُسْنَى Sədəqə verdi, gözəlliyi əldə etmək üçün. Sədəqə etdi, bunun müqabilində ki, bilhusna, gözəlliyi əldə eləsin. Allah Teala buyurur ki, فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى Biz ona asanlıq yolunu yönəldərik, biz ona asanlıq bəxş edərik. وَأَمَّا مَنْ بَخِلَ Hər kəs ki, paxıl oldu. وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَى Və düşündü ki, bu xurma ağacından kasıblar yesələr, bu kasıblayar. Və öz paxıllığını elə fikirləşdi ki, bunun zəngin olmasına səbəb olar. Və kəzzəbə bilhusna Behiştin o ağacını təkzib elədi. Behiştin o ağacını inkar elədi. Və kəzzəbə bilhusna Gözəlliyi inkar elədi. Allah Teala buyurur ki, həmin insan çətinliyə düşər. Bəs bu həmin ayələrdə də Allah Teala mənəvi zənginliyin nə qədər önəmli olduğunu bizə göstərir və Allah Teala'dan duamız budur ki, cümləmizə mənəvi zənginliyi nəsib eləsin.